27 il məqsədyönlü olmadan yaşayan insan necə məqsəd qarşısına qoyur və həyatını dəyişir. Bu videonu axıra qədər izləyin, bəyənin, paylaşın və kanala abunə olmağı unutmayın. Hər bir insan başa düşür ki, bu həyatda məqsədyönlü olmaq lazımdır. Niyə? Burada da sual yaranır ki, niyə məqsədyönlü olmaq lazımdır? Çünki bu həyat ancaq vərdişlərdən kifayət olan bir həyat deyil. Yəni ancaq eyni şeyləri elə səhər-səhər dur, işə get, işdən gəl və ya hansısa bir zala yazıl və ya ailə qur, övladın olsun və qocal, dünyadan get. Bu normal bir insanın həyatı deyil. Normal insan məqsədyönlü olmalıdır, məqsədi olmalıdır və uca bil məqsədlər olmalıdır. Həm bu dünyaya aid olmalıdır, həm də ilahi məqsədlər olmalıdır. Yəni Allaha qovuşmaq, Allaha çatmaq, Allaha razı salmaq, maksimal dərəcədə xeyir vermək, yaxşı insan olmaq, millətinə, dövlətinə və maksimal dərəcədə dininə xeyir gətirmək. Yaxşı, biz necə eləyək bəs məqsədyönlü olaq? Və niyə bəzi insanlar məqsədyönlü deyil? Çünki insanlar pis vərdişlərin əsir olduqlarına görə bəzi insanlar oturub mütaliə eləmirlər, düşünmürlər ki, yəni mən bu həyatı niyə yaşayıram? Mən ümumiyyətlə hardan gəlmişəm? Mən hardayam və mən hara gedirəm? Və mən yaşamaq üçün səbəbim nədir? Nə mənası var yaşamağın? Və araşdırmırlar. Çünki bugünkü dövrdə, 21-ci əsrdə hər bir insanın, əgər sən maksimal dərəcədə enerjini və diqqətini hara çevirsən, əgər bu əyləncə, əgər bu qızla danışmaq, əyləncə, boş-boşuna vaxt keçirmək olsa, sən avtomatik olaraq o yöndə vərdişlər yaranacaq səndə ki, sən həyatını puç eləyəcək, mənasız bir həyat sürəcəksən. Əgər sən fikrini və yönünü çevirsən ki, mən araşdırmaq istəyirəm, mən məqsədyönlü yaşamaq istəyirəm, mən nəyəsə nail olmaq istəyirəm, onda isə sən yavaş-yavaş Allahın izni ilə araşdırıb həqiqəti və düzgünlükləri tapacaqsan. Mən şəxsən 27 il ərzində boş həyat sürən bir insan kimi, yəni bu çıxışı, bu videonu yazıram. İşə ged-gəl, mənasız bir həyat sür, bir mənası olmasın, bilmə ki, niyə yaşayırsan, məqsədin, niyyətin nədir və hansı səbəblərə görə sən çətinliklərə dözməlisən. Yəni insanın məqsədi olmayanda bunlar hamısı mənasızlaşır. Həyatın çətinliklərinə dözmək olmur. Çünki sənin səbəbin yoxdur bu həyatın çətinliklərinə dözməyə. Yəni bilmirsən ki, niyə dözməlisən? İtok, yəni gedəcəyin məkan, mənzil haradır? Nəyə nail olmaq istəyirsən? Amma ki, günlərin bir günü yuxudan durdum, səhərə yaxın idi və Allaha dua elədim ki, mənə bir yol aç, mənə bir istiqamət göstər, mən məqsədyönlü olmaq istəyirəm. Və həmin günə getdim, bir balaca bir bloknot aldım və oturdum mütaliə eləməyə, araşdırmağa, fikirləşməyə. Uşaqlıq illəri, gənclik, məktəb illəri və s. bu yaşıma qədər. Mən nə olmaq istəmişəm uşaqlıqda, niyə sonra fikrim dəyişilib və sonra kim olmaq və nə olmaq istəmişəm və nəyə nail olmaq istəmişəm və araşdıra gəldim. Oturdum, bir xeyli fikirləşdim. Yəni tələsmək lazım deyil, bu proses çox şəffaf getməlidir. Fərqindəliyinə vara-vara eləməlisən bunları. Və qarşısına məqsəd qoymalısan ki, sən niyə yaşayırsan? Yaşamaq üçün səbəb nədir? Məqsədin nədir? Niyə o məqsədə seçmirsən? Bu məqsəd sənə nə verəcək? Əgər ancaq material məqsədlər olsa, dünya, pul, var dövlət çox gözəldir, çox yaxşıdır və hamıya da arzulayıram ki, insan normal imkan olmalıdır. Fəqirlikdə nə din var, nə də iman var. Amma ki, material baxışdan savayı ilahi baxış da lazımdır ki, yəni bildiyi var dövlət, pul, gözəl yaşayış, ev, maşın, mülk, villa, hər şey. Bu material tərəfdir. Və sonra, çünki bir ömürdən, bir müddətdən sonra biz onsuz da bu dünyadan keçəcəyik, sonra nə olacaq? Əgər həyat budursa, bu bəsdirsə, bu yəni, aciz, cılız insanların düşüncəsidir. Bundan sonra isə məqsədin olmalı ki, bəs mən yaxşı Allah üçün nə edəcəm, dinim üçün nə edəcəm, insanlar üçün nə edəcəm, nə xeyir iş görəcəm. Bunların hamısını oturub araşdırmalısan. Və dəftər götürməlisən. Dəftərin bir tərəfində köhnə insan olaraq xasiyyətin, nəylərdən xoşun gəlir, vərdişin, mənfi və müsbət hər şey yazırsan və qarşısına isə yeni bir insan olaraq nəyi dəyişdirmək istəyirsən, nəyi saxlamaq istəyirsən, niyə? Bunun üstü mütaliə edib araşdırırsan və yavaş-yavaş yeni bir insan olmağa doğru addımlar atırsan.
və başlasan yavaş-yavaş özünü dəyişdirməyə. Məqsəd qoyursan qarşına, plan cızırsan və başlasan hərəkət eləməyə. Məqsəd yönlü şəkildə və başlasan inkişaf eləməyə, oxumağa, araşdırmağa, lazımlı videolara baxmağa, lazımlı kurslara yazılmağa, kitab oxumağa, elm dalınca getməyə və ən vacibi isə hərəkət eləməyə. Və keçmiş insanı qoymalısan qırağa, maksimal dərəcədə yeniləməlisən. Yeni xasiyyət, yeni vərdiş, yeni hobbi, yeni istəklər, yeni yönə doğru fokusu yönəltmək. Yəni diqqətini başqa yönə doğru yönəltmək və inşallah Allahın izni ilə insan dəyişir. Əgər bunu desəz ki, mənə lazım deyil, mən bunu eləmək istəmirəm, boş şeydir, lazım deyil. Yaxşı, mən bir sual verim sənə. Əgər bu sənin üçün boş bir şeydirsə, niyə yaşayırsan sən? Məqsədin nədir? Səhər-səhər durub, yeyib, içib, işə gedib, gəlib, ailə qurub, qocalıb, dünyadan keçmək üçün. Yəni, necə bu qədər acizmi, cılızmı insansan sən? Fikirləşmirsənmi? Yəni, Allah səni uca yaradıb. Allah hər bir insana ağıl verib, elm verib, şuur verib ki, otur, araşdır, mütaliə elə, qarşına bir məqsəd qoy, xeyir gətir, Allaha bəndə ol və yaxşı işlər gör. Yəni, insan bu dünya ilə təkcə yekunlaşanda mənə bu dünya bəsdir, bu cılız insanı, bu cılız düşüncənin gətirib çıxartdığı bir yöndür. İnsan bu dünyanı da istəməlidir, bu dünyanın sonradakı dünyada istəməlidir. Şərh bölməsində şəxsi fikirlərinizlə bölüşün.